إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل وسلم وبارك على نبينا محمد وعلى آله وصحبه أجمعين أما بعد. Aziz, değerli, güzel, mehriban kardeşler. İnşallah bu gündən etibarən bəşəriyyətin ən üstün olanı, Allahın ən sevimli qulu olan Muhammed ibn Abdullah, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatını oxuyacaq inşallah. Allahdan istəyirəm ki, Allah Taala bu dərsləri faydalı etsin və Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatından faydalanmağı, ibrət almağı bizə nəsib eləsin. Həqiqətən bəşəriyyəti bir nümunə idi. Və buna görə də Allah Taala kitabında deyir ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ. Həqiqətən Peyğəmbərin, yəni Allahın Rəsulunda sizin çoxlu örnəklər, ibrətlər var. Çox gözəl bir örnəkdir, gözəl bir rəhbərdir, öndərdir. Peyğəmbər sallallahu aleyhi və səlləm. Deməli, qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatını oxumaq, öyrənmək nə faydaları var? Gəlin bəzən qeyd eləyək ki, inşallah himməmiz daha da artsın. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatını oxuyub öyrənməkdə faydalardan birincisi, onun həyatından örnək götürmək, ibrətlər almaq. Çünki bəşəriyyətin ən üstün olanıdır, məxluqatın ən xeyirlisidir. Allahdan daha çox qorxan idi, Allahı daha çox tanıyan idi və Allahın ən sevimli qullarındandır. Allahın xəlilidir, ən sevimli quludur və onun həyatını öyrənəndə, onun sirasını oxuyanda, sira nə deməkdir? Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm həyatı. Deyəndə ki, Peyğəmbərin sirası və ya sira mənası nədir? Bilmənlər bilsə, odur ki, yəni Peyğəmbərin həyatı. Deməli, onun sirasını öyrəndikcə, sən Peyğəmbər sallallahu aleyhi və səlləm necə bir örnək olası bir insan olduğunu biləcəksən. Onu özünə örnək götürəcəksən, ibrət götürəcəksən. Onun həyatından, dəvətindən, əxlaqından, ədəbindən örnəklər, ibrətlər götürəcəksən. Ona görə də Allah Taala qeyd edim dərsin əvvəlində, ayədə buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللّٰهَ كَثِيرًا. Allaha və axirət günü iman gətirənlər, ümid bəsləyənlər və Allahı çox zikr edənlərdə Allahın Rəsulunun çoxlu örnəklər var. Deməli, birinci fayda nədir? Allah Rəsulunun sirasını, yəni həyatını oxub öyrənməkdə, onu örnək götürmək, onun kimi olmaq, onun həyatından ibrətlər götürmək. İkinci fayda, faydalardan, əməllərdən hansının Peyğəmbər sallallahu aleyhi və səlləm hidayət yoluna müvafiq olduğunu bilmək. Sən onun həyatını oxuduqca, öyrəndikcə biləsən ki, etdiyin əməllərdən hansı onun hidayət yoluna uyğundur, hansı uyğun deyil. Hansı sünnəsinə müvafiqdir, hansı müvafiq deyil. Yəni Allah Rəsulu sanki bir mizandır, bir tərəzidir. Əməlləri ərz edirsən. Görək hansı doğrudur, hansı səhvdir. Ona görə Süfyan ibn Uyeyna rahimehullah buyurur ki, sözün mənası budur. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ən böyük mizandır. Ölçü vahididir, tərəzidir. Və əməllər ona ərz olunur. Nə ki onun müvafiqdir, o əməl qəbul olacaq. Nə ki o əmələ müvafiqdir, müxalif o əməl rədd olunacaq. Üçüncü faydaları yadda saxlayın ha. Birinci, örnək götürmək üçün, düzdürmü? İkinci, əməllərin hansının onun hidayət yoluna müvafiq olub olmamağını bilmək faydalardandır. Üçüncüsü, sira, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm həyatını oxuyub öyrənmək, Allahın kitabını başa düşməyə yardım edir. Allahın kitabını, yəni Quran-ı Kərimi başa düşməyə bizə yardım edir. Çünki bütün həyatı, Qur'anı həyata keçirmək, tətbiq etmək, ona əməl etmək, ona dəvət etməkdən keçib. Bütün həyatı. Ayşədən soruşurlar ki, Allah Rəsulunun əxlaqı haqqında nə deyir? Və kənə xuluquhu əl-Qur'an. Onun əxlaqı nə idi? Qur'an idi. Ona görə Allah Taala buyurur ki, və innəkə lə'alə xuluqin azim. Sən əzəmətli bir əxlaq üzərindəsən. Burada əxlaqdan məqsəd nədir? Mənada, yəni din üzərindəsən. Kamil, tam bir din üzərindəsən. Deməli, Allah Rəsulü sallallahu aleyhi ve sellem bu dini kamil şəkildə, tam bir şəkildə yaşayıb, tətbiq edib və buna dəvət edib, ona əməl edib. İstər Quranın içindəki əmrlər olsun, qadağalar olsun, hamısı əməl edib, qadağalardan çəkinib və insanlar da buna dəvət edib. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm həyatını öyrənmək, sirasını öyrənmək bizə nəyə yardım edir? Allahın kitabını başa düşməyə yardım edir. O qədər ayələr var ki, nazil olma səbəbini haradan bilirsən? Siradan. Həyatından bilirsən ki, demək, bu ayə buna görə nazil olub. Ayənin nazil olma səbəbi filan hadisədir. Bunu haradan götürürsən?
Allah Rəsulunun sirasını, həyatından. Deməli, Allah Rəsulunun həyatını oxuyub öyrənmək bizə nəyə yardım edir? Qur'anı, Allahın kitabını başa düşməyə. Daha sonra faydalardan, qardaşlarım, Peyğəmbər sallallahu aleyhi və səlləm həyatını oxuduqca ona qarşı məhəbbət artır. İnsan tanıdığına daha çox məhəbbət bəsləyir. Nə qədər, misal üçün, bax, Rəbbivi tanısan, Allaha qarşı olan sevgin artacaq, düzdürmü? Allahdan qorxun artacaq. Eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm bəşəriyyətin ən üstün onun həyatını öyrəndikcə ona qarşı məhəbbətin artır. Onu tanıdıqca ona qarşı məhəbbətin artacaq. Ona görə hədisdə gəlir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, وَالَّذِي نَفْسِ بِيَدِهِ لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى أَكُونَ أَحَبَّ إِلَيْهِ مِنْ وَالِدِهِ وَوَلَدِهِ وَالنَّاسِ أَجْمَعِينَ. Nəfsim əlində olan Allaha and olsun ki, mən sizə valideynlərinizdən, övladınızdan və bütün insanlara sevimli olmayınca iman gətirmiş olmazsınız. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmə hər kəsdən çox sevmək imanın vacib etdiyi əməllərdən biridir. Deməli, çox sevdikcə, çox oxuduqca, həyatını bildikcə ona qarşı olan məhəbbət də təbii ki artacaq. Ömər ibn Xattab radiyallahu anhu səhabə olur. Deyir ki, Allahın Rəsulü, sən mənə hər kəsdən sevimlisən, bir tək nəfsimdən başqa. Allah Rəsulü deyir ki, sallallahu aleyhi ve sellem bu hədisi deyir. Deyir, nəfsim əlində olan and olsun, əlində olan Allah'a and olsun ki, mən sizlərə valideynlərinizdən, övladlarınızdan və bütün insanlardan sevimli olmadıqca iman gətirmiş olmazsınız. Ömər ibn Xattab deyir ki, Allahın Rəsulü, sən indi mənə hər kəsdən sevimlisən, hətta öz nəfsimdən də belə. Allah Rəsulü deyir ki, hə, bax, indi oldu Ömər. Bax, həqiqi iman budur. Mən sizə bütün insana sevimli olmayınca həqiqi iman gətirmiş sayılmazsınız. Sonra faydalardan siranı oxumaq, Allah Rəsulunun həyatını oxumaq, dini öyrənməyə yardım edir. Bütün dini öyrənməyə yardım edir. Çünki Quran-Kərim başdan ayağa tövhiddən, əqidədən, dindən, əhkamlardan, fərzlərdən, şəriətdən ibarət. Düzdürmü, qardaşım? Əmirlərdən, qadağalardan ibarətdir. Sən siranı oxuduqca, öyrəndikcə tam olaraq dini də başa düşəcəksən. Din bundan ibarətdir. Əmirlərdən, qadağalardan, tövhiddən. Peyğəmbər sallallahu aleyhi və səlləm sirası öyrənmək sənə bax bu işdə yardım edir. Çünki bütün həyatı, dediyim kimi, dini həyata keçirmək, ona dəvət etməkdən ibarət olub. Əqidəni, başsız olaraq əqidəni keçmək, əsas olaraq nədir? Əqidə, tövhid. Sonra digər şəri əhkamlardır, vacibatlar, fəzlər və s. Bunları həyata keçirmək, tətbiq etməkdən ibarətdir. Sən siranı öyrəndiysə, bu şeyləri də öyrənirsən. Bu şeyləri öyrənməkdə sənə yardım edir. Peyğəmbər sallallahu aleyhi ve sellem dəvətdə nədən başlayıb? Nədə bitirib? Üslubu dəvətdə necə olub? Düzdür? Yəni bu hamısı sənə yardım edir. Nəyə qadağan edib, nəyə əmr edib, istər Quran olsun, istər Allah Rəsulü olsun. Yəni bu sira sənə bu işdə yardım edir. Daha sonra siranı bilmək, öyrənmək, yəni Allah Rəsulü həyatını öyrənmək. Peyğəmbər sallallahu aleyhi və səlləm dəvətinin mənhəcini öyrənir. Dəvətinin mənhəcini. Yəni Allah Rəsulü dəvətdə nədən başlayıb? Tövhiddən. İnsanların əqidəsini düzəltməkdən başlayıb. Və öz rəsullarını da, elçilərini də hər dəfə harasa göndərəndə dəvətə nə deyərdi? Deyər ki, tövhiddən başlayın. İnsanlara əmr edin ki, Allahı təkləşdirsinlər ibadətlərdə. Görürsən, dəvətindən mənhəci, metodu öyrədir sənə Peyğəmbər sallallahu aleyhi ve sellem sirasını oxumaq. Daha sonra Allah Rəsulunun sirasını oxumaq, öyrənmək bizə nəyə öyrədir? Allahın sevgisini qazanmağa yardım edir. Çünki bəşəriyyətin ən üstünlüyünü öyrənmək, sevmək Allah sevməkdəndir. Və Allah subhanahu wa ta'ala özü də buyurur ki, Quran-Kərimdə Qul in kuntum tuhibbunallah. Əgər siz Allah sevirsinizsə, ey Muhammed, onlara söylə ki, əgər siz Allah sevirsinizsə, Qul in kuntum tuhibbunallaha fettabi'uni. Mənə tabe olun, yəni mən Məhəmmədə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm həyatını öyrənmək, ona olan məhəbbəti artırır yoxsa yox? Ona tabe olmağı sənə öyrədir yoxsa yox? Nəyi qadağan edib, nədən çəkindirib, öyrədir yoxsa öyrətmir? Bu işə sənə yardım edir, bəli. Və bunun sayəsində Allahın məhəbbətini qazanırsan yoxsa yox? Deməli, Allah həmən qulu sevər. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm həyatını öyrənmək biz Allahın bizə olan məhəbbətini qazanmağa yardım edir. Və həmçinin qardaşlarım, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatını öyrənmək həm bu dünyada, həm axirətdə xoşbəxtlik, səadətdir. Onun həyatını öyrəndikcə şəriəti öyrənirsən, Qur'anı başa düşməyi öyrənirsən, dini öyrənirsən. Bu sənə hamımıza, həm bu dünyada, həm axirətdə xoşbəxtlik gətirir. O kəs ki, Allahın dinini əməl eləmirsə, xoşbəxt ola bilər? Xeyr.
Quranı yaşamırsa xoşbəxt ola bilər? Xeyr, nə bu dünya, nə axirətdə xoşbəxt ola bilməz. Həyat, Allah Rəsulunun həyatı, sirası bizə nəyə öyrədir? Bax, bu dini başa düşməyə, dinə əməl etməyə öyrədir və bunun sayəsində insan həm bu dünyada, həm axirətdə xoşbəxtliyi əldə edir, qazanır. Deməli, siranı öyrənmək bizə nəyə gətirir? Bu dünyada və axirətdə xoşbəxt olmağı. Bu işlə bizə yardım edir. Və son olaraq da Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatından faydalardan, yəni bizə verdiyi faydalardan bilin ki, onun elə həyatın özü bir nədir? Bir möcüzədir. Onun nübüvvətinin əlamətlərindəndir. Onun sadiq olmasının əlamətlərindəndir. Onun həyatına baxana görürsən, nə qədər doğru xəbərləri var. Düzdürmü? Həyatını oxuduqca, onun dəvətinə baxdıqca, verdiyi xəbərləri, gətirdiyi o Qurandan danışdıqca, o xəbərləri oxuduqca sən artıq Allah Rəsulunu daha çox təsdiqləyirsən. Nə qədər hadisələr baş verir ki, Allah Rəsulunun həyatında onun peyğəmbərliyinin nümunəsi, nişanəsi, əlaməti olub, yoxsa olmayıb. Deməli, onun həyatı özü möcüzədir. Allah Rəsulunun sirası özü nədir? Bir möcüzədir və onun nübüvvətinin, peyğəmbərliyinin nişanlarından, əlamətlərindən edir. Bu qısa bir müqəddimə idi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sirası öyrənməkdə nə faydalar var? Yəni, qısa bir 9-10 dənə belə fayda idi. Bu dərsimizin, qardaşlar, birinci hissəsi. Keçirik dərsimizin ikinci hissəsinə. Peyğəmbər sallallahu aleyhi və səlləmin mövludu. Yəni, ondan qabaqki hadisələrdən danışmıram. Yəni, Allah Rəsulü gəlməmişdən qabaq bilirsiniz, insanlar hamısı xurafat içərisində, küfür, bidətlər içərisində idilər. Yəni, elə qövmlər var idi ki, onlar dağa, daşa, günəşə ayət sitayiş edirdilər. Yəni, qövmlər müxtəlif idi, düzdürmü? Dinlər müxtəlif idi. Nəsrani yahudilər var idi, həm ərəblərin içərisində, həm qeyri-ərəblərin içərisində, həmsi məcusilər və s. millətlər çox idi. Yəni, şirk, müşrik millətlər çox idi. Və Allah Rəsulü gəlməklə, yəni Peyğəmbərlər gəlməklə, bütün hamısı neynədir? Sildi, ləğv elədi. İstər batil dinlər olsun, nəsrani, yahudilik kimi, onlar hamısı ləğv olundu. Həmçinin digərlərinin də üzərindən xət çəkdi. Və Allah Subhanahu taala Peyğəmbər sallallahu əleyhi və səlləm bütün aləmlərə rəhmət olaraq göndərib. Tövhidi yaymaq üçün, insanlar şirkdən çəkindirmək üçün, zülmətlərdən nura çıxartmaq üçün göndərib. Ondan qabaqki, yəni ictimai siyasi hadisələri danışmıram. Bizə lazım olan yer əsas harasıdır? Peyğəmbər sallallahu əleyhi və səlləm sırf sirası, yəni doğulduğu gündən ta vəfat edən günə görə. Yəni dərslərimiz inşallah bunun üzərində qurulacaq. Deməli, birinci, Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni əvvəlcə doğulduğu tarixdən danışaq. Nəsəbini qeyd edəcəm, lakin birinin doğulduğu tarixdən. Deməli, qardaşlarım, Peyğəmbər sallallahu aleyhi və səlləmin doğulduğu gündə ittifaqdır. Yadda saxlayın. Çünki bəzi ixtilaflar var, doğulduğu günlə, ayla, illə bağlı. Deyirik ki, həftələrin içərisində doğulduğu günlə bağlı birinci gün doğulub. Yevmül İsneyn deyirlər bunu ərəb dilində. Birinci gün. Bu ittifaqdır. Bütün elm əhli ittifaq ediblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm birinci gün doğulub. Və necə hədisdə gəlir Səhih Müslimdə, bədəvi ərəb deyir ki, Allahın Rəsulu, yəni bir ərəb deyirsən, səhvən bədəvi olur. Deyir ki, birinci gündə yəni oruç tutulur da, düzdür? Nəyə görə oruç tutursan? Nə xeyri var belə və Allah Rəsulu buyurur ki, sallallahu aleyhi və səlləm, deyir, mən birinci gün doğuldum və birinci gün mənə peyğəmbərlik verildi. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm birinci gün oruç tutardı. Doğulduğu gündür və peyğəmbərliyin verildiyi gündür. Deməli, bu da onu göstərir ki, Allah Rəsulu nə vaxt doğulub? Birinci gün, yadda saxlayın. Bax, gələn də soruşacağım ha, ittifaqlandır. Bəzi məsələdə ixtilaf var. İttifaqla Allah Rəsulu neçənci gün doğulub? Birinci gün doğulub. Sonra gəlir bu həftənin günləri içərisində. Birinci gündən bağlı başqa faydalar gətirək. Məkkədən Mədinəyə birinci gün hicrət edib. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə birinci gün çatıb. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm birinci gün dünyasını dəyişib. Allah Rəsulu birinci gün dünyasını dəyişib. Bu birinci gün ona bağlı olan bir fayda. Bu hədisdə gəlir İmam Əhmədin Müsnədində İbn Abbas deyir ki, Allah Rəsulu birinci gün doğuldu. Birinci gün ona peyğəmbərlik verildi. Birinci gün Məkkədən Mədinəyə hicrət elədi. Birinci gün Mədinəyə çatdı və birinci gün vəfat elədi. Burası yadda saxladınız, həftənin günləri içərisində. Burada ittifaqdır. Yaxşı, hansı ayda dünyaya gəlib? İttifaqla Rabi'l Əvvəldə. Bu Rabi'l Əvvəl, yəni bu 3-cü aydır. Aylar içərisində 3-cü ay. Rabi'l Əvvəl, yadda saxlayın. Rabi'l Əvvəldə Allah Rəsulü dünyaya gəlib. Bu ittifaqlandır. İxtilaf günündədir. Bəzi alimlər deyirlər ki, ayın 1-i dünyaya gəlib. Rabi'l Əvvəlin 1-də. Bəziləri deyirlər ki, 8-də. Bəziləri 10-da deyib, bəziləri deyib ayın 12-sində. Məşhur olan 12-si, lakin zəifdir. İnsan ən çox yayılan 12-sidir, lakin bu zəifdir. İttifaq hamısı ittifaq edib ki, Rabi'l Əvvəldədir, lakin hansı günündə
Ayın hissəsi boyunda ixtilaf var. Bəziləri deyirlər ki, Ramazanda dünyaya gəlir, ki, bu şaz qovuldur. Zəifdir, şaz qovuldur. Həmçinin Şeyx Albani rahimehullah Səhih Sirə Nəbaviyyədə kitabında deyir ki, bütün bu qövünlər hamısı isnadsız nəql olunub. Yəni birində, 10'u, 12'si və s. Deyir, lakin birindən başqa, ayın 8'ində doğulması. Deyir, İmam Məlik və bəziləri səhih isnadla gətiriblər ki, Muhammed ibn Cübeyr ibn Mut'im tabiin olub. Onun sözü nəql edir İmam Məlik. Yəni, səhih isnadla olan budur. Peyğəmbər sallallahu aleyhi ve sellem Rabiul Əvvəlin 8'ində dünyaya gəlib. Bu qövlər səhəsində ən səhih olanın, yaxın olan budur. Lakin hər bir halda ittifaq yoxdur. İttifaq yoxdur. Şeyx Albani o Muhammed ibn Cübeyr ibn Mut'imin tabiindir. Onun əsərini gətirir ki, o deyib ki, ayın 8'idir. Səhih isnadla bir dənə budur. Qalanlar hamısı isnadsız gəlib. Biri, 10'u, 12'si belə. 12'si məşhur olsa da isnadsızdır. Lakin hər bir halda ki, ixtilaf var, dəqiq bir şey yoxdur. Amma bir onu birlik dəqiqliyi ilə birinci gün dünyaya gəlib, həftən günlər içərisində, aylardan da hansı ayda? Rabiul Əvvəl. Hətta saxladı 3-cü ay, Rabiul Əvvəl ayında dünyaya gəlib. İllər içərisində günü bildik. Həftənin günlərini bildik. Hansı ayda bildik? Amma ayın hissəsi onu deyir ki, ittifaq yoxdur. Hansı ildə dünyaya gəlib? Səhih məşhur olan görüş hansıdır? Fil ilində. Yəni fil hadisəsi baş verir. Bilirsiniz fil hadisəsini? Əbrəhə, Həbəşi Əbrəhə gəlib Məkkəni dağıtmaq istəyəndə Kəbəni. Allah Taala əbəbil quşlarını göndərir. Qıssəni bilirsiniz. Onları məhv edirlər. Ordunun yanında da fil olur. Fili göndər nəyə gətirirlər ki, Kəbəni dağıtsın. Fil də tərpənmir təbii ki, yəni Allahın əmri ilə tərpənmir. Əl-Qərəz o ili nə il adlandırırlar? Fil ili. Və Peyğəmbər sallallahu aleyhi və səlləm fil ilində dünyaya gəlib. Fil ilində. Səhih görüş də budur. Lakin o miladi ilə 570-571 belə deyilir. Tam dəqiq bilinmir nasıl. 70 yox 71. Əl-Qərəz onu bilir ki, hansı ildə dünyaya gəlib? Fil ilində. Fil ili də, yəni fil hadisəsinə bağlı olan ildir. 570 və 571-ci illərə təsadüf eləyir. Bu da ittifaq ilandır ki, fil ilində Allah Rəsulü dünyaya gəlib. Bura kim hamısı yadda qaldı? Keçirik növbəti məsələyə. Peyğəmbər sallallahu aleyhi və səlləm nəsəbi. Bunu kim əzbərləsə ona hədiyyə var. Uzundur. Amma kim əzbərləsə hədiyyə var. Peyğəmbər sallallahu aleyhi və səlləm mövludu. Nəsəbini oxuyur. Mövludun hansı məsələyə keçdiyi nəsəbinə. Şəcərəsi, belə deyək də bizim termindən desək. Şəcərəsi, nəsəbi, nəsli. Adını oxuyuram, axıra kimi gedəcək. Tam axıra kimi yox, orada müəyyən ixtilaflar var. Deyəcəm, ittifaq ondan yerinə kimi oxuyacaq. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm nəsəbi ilə başlayır. Muhammed ibn Abdullah, ibn Abdülmuttalib, ibn Həşim, ibn Abdümanaf, sonra ibn Qusey, bəli, ibn Kiləb, ibn Murra. İbn nə demək? Yəni oğlu. Yəni kimsə qulaq assa başa düşməsə, İbn ad deyil, oğludur. Məsəl üçün Muhammed ibn Abdullah nə demək? Yəni Abdullahın oğlu Muhammed. İbn orada oğlu deməkdir. Onu tərcümə edən daha demirəm Abdullahın oğlu Muhammed, Abdülmuttalib oğlu Abdullah oğlu Muhammed. Bunu oxumuruq da ərəbcə gedəcək. İbn eşidəndə bilginən ki, bu ad deyil də, bu oğlu deməkdir. Deməli Muhammed ibn Abdullah, ibn Abdülmuttalib, sonra ibn Həşim, ibn Abdümanaf, ibn Qusey, ibn Kiləb, İbn Murra, İbn Ka'b, sonra İbn Lüey, İbn Ghalib, İbn Fihr, İbn Malik, İbn Nadir, sonra İbn Kinana, İbn Xuzeyme, İbn Mudrike, sonra İbn Mudrike'den sonra gelir İbn İlyas, İbn Mudar, İbn Nizar, İbn Ma'ad, İbn Adnan. Bura kimi, otuğu bu nəsə, bura kimi İmam Buxar öz səhihində gətirdi ki, bura kimi ittifaqdır. Bu yerdə kimi ittifaqdır. Saya bilərsən, hə? Bax, kim əzbərləsə bunu inşallah, ona hədiyyə var. Bura kimi əzbərlənmək. Düz əsas vacib deyil, lakin vacib olan yerləri hansı, yəni ən az babasını da, ulu babasını bilsən yaxşıdır da. Həm də hansı yerdən, nəsildən gəlir və s. İndi onu inşallah keçəcək yavaş-yavaş. Deməli, bura kimi İmam Buxari səhihində gətirir ki, ittifaqdır. Adnana kimi. Adnan, yəni bizim dildə Adnan oxuyur da, Adnan deyirik. Adnana kimi nədir? İttifaq İmam Buxari səhihində gətirir. Bütün alim ittifaq edir ki, bura kimi səhihdir. Oradan Adəmə qədər çoxlu ixtilaf var. Oradan Adəmə qədər ixtilafdır. Həmsinin ixtilaf olmayan yeri haradır? Adnan İsmailin soyundandır. İsmail da İbrahimin oğludur. Aleyhisselam. Deməli, ittifaq olunan yer hara kimidir? Adnana qədər. Həmçə ittifaq olunan yeri hansıdır? Adnan
İsmailin soyundandır. İsmail İbrahim əleyhissalamın o atasıdır, düzdürmü? İsmail əleyhissalam və həmçinin atası İbrahim də təqribən peyğəmbərlərdir. Bura kimi ittifaq olan yerini bildin, ixtilaf olan yerini bildin. Adnandan Adəmə ixtilafdır. Böyük ixtilaf var. Lakin ittifaq olan yeri Adnana kimidir, həmçinin ittifaq olan yeri odur ki, Adnan da İsmailin soyundan, İsmail İbrahimin oğludur. Dayılarına gəldi, bu əmirlərin ata-baba əmirlər hissəsidir. Ana tərəfdən gəldikdə anasının adı nə idi? Atasının adı bilirsən nə oldu? Abdullah. Peyğəmbər sallallahu aleyhi ve sellem atasının adı nə idi? Abdullah. Anasının adı nə idi? Əminə Ayşə. Əminə bint Vahb. Əminə bint Vahb. Anasının adıdır. Bəni Zəhra qəbiləsindəndir. Allah Rəsulü Haşimilərdəndir. Anası kimlərdəndir? Bəni Zəhra qəbiləsindəndir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də anasının nəsli, yəni atası ilə belə deyək, anasının nəsli harada birləşir? Şəcərə hardadır? Kiləb ibn Murrada. Kiləb ibn Murradan sonra şaxələnirlər də, düzdür? Yəni Kiləb ibn Murradan adlanan tərəf birdir. Harda ayrılır? Kiləbə qədər ayrılır. Kiləb ibn Murrada bunlar ki birləşir, nəsəb birləşir. Orada o tərəfə artıq bir gəlir. Lakin Kiləbdən övladların tərəf artıq şaxələnir, nəsillər şaxələnir, belə gedir. Deməli harda birləşir nəsəbi? Kiləb ibn Murra. Allah Resulü'nün babalarındandır. Deməli Allah Subhanahu wa Taala Peyğəmbər sallallahu əleyhi və səlləm ən şərəfli nəsildən seçdi. Ən uca, ən hörmətli nəsildən seçdi və bunu da belə istədi Allah Subhanahu wa Taala. Və qövm, qəbilə cəhətdən ən şərəfli qövm, ən şərəfli nəsil idi onun nəsli. Necə ki Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, hədisdə buyurur ki, Allah Taala deyir Kinanəni, yəni babalarıdır. Düzdürmü? Kinanəni İsmailin övladlarından seçdi. Qureyşi Kinanədən seçdi. Bəni Haşimi Qureyşdən seçdi, məni də Haşimilərdən seçdi. Seçdi Peyğəmbər etdi. Deməli, bunlar hamısı hörmətli nəsil nəzabət olub. Səhih Müslimə gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləmin seçilməsi, yəni bu nəsildən belə hörmətli, şərəfli, sözü keçən bir nəsildən seçilməsinin hikməti nədir? Allah Taala elə belə onu özü nəsildən seçməyib. Orada da fayda var, hikmət var. Kim deyə bilər? Orada hikmət nədir? İbrahim Aleyhisselamın qolundan gəldi. Aydın da bildik onu da. Deyir, niyə görə seçdi də? Yəni başqasından da seçə bilərdi. Başqa qəbilələrdən nəsil. İbrahim Aleyhisselamın qolundan bura gör, millət sən də ora gəlib çıxırsan. Amma sən Haşimilərdənsənmi, Kinanədənsənmi, Adnandansanmı, onu Allah bilir artıq. Düzdürmü qardaş? Biz onu saydıq axı müəyyən qəbilələr tayfa üstün hörmətli idi. Burada hikmətlər nədir? Ərəblərdə belə bir şey var. Onlar hörmətli, izzətli olan insanlar sözdən qulaq asardılar. Etibar edərdilər, dalıyca gedərdilər. Abdülmuttalib idi, hörmətli kişi idi qəbilədə. Düzdürmü? Oğlu Abu Talib olsa əmisi və ya onun babaları hamısı hörmətli kişilər olub. Və ərəblərdə belə xüsusiyyət var. Ən hörmətli, ən izzətli olana qulaq asırdılar. Ona tabe olardılar. Onun ardınca gedərdilər. Düzdürmü? Bəli. Bəli, rəhbər kimi, lider kimi, bəli. Və Allah Rəsulü demək, Allah da öz rəsulunu o nəsillə, onların içərisində ən uca hörmətli olanlardan seçdi. Nəyə görə? Sabah düşmənlər deməsinlər ki, əl yeri qalmasın. Ki, gəlib özünə cəmiyyətdə yer tapmaq istəyir. Yəni, hörmətsiz bir ailədən çıxıb, ayrı bir ailədən çıxıb, niyə risalətdən danışır, niyə peyğəmbərlik, rəhbərlik ideyasına düşüb, özünə cəmiyyətdə bir yer tutsun deyə, özünü, öz nəslini hörmətli eləsin deyə. Amma hörmətli ailədən çıxandan kim sonra dil uzada biləcək? Abu Sufyan Heraklin qarşıda duranda dedi ki, yəni hörmətli olanımızın ailəsini. Yəni, artıq burada yəni, ata-babasının mülkünün iddiasında deyil. Zat hörmətli insanlar olublar. Hikməti başa düşdünüz? Çünki hörmətli, izzətli olanlar qulaq asarlar axı. Allah da onu elə bir ailədən çıxartdı. Elə bir nəsildən, qəbilədən çıxartsa, amma deməsinlər ki, özünə cəmiyyətə yer tapmaq istəyir. Ona görə rəhbərlik iddiasındadır. Adi bir ailədəndir. Və buna görə Allah da onu ən şərəfli, ən hörmətli nəsildən, nəcabətdən, qəbilədən, tayfadan seçib. Gör Allah da necə öz yəni məxluqat üçün, bəşəriyyət üçün necə peyğəmbər seçib, ən xeyirlərin içərisindən seçib, ən xeyirlisini seçib. Keçirik növbəti məsələyə. Peyğəmbər sallallahu əleyhi və səlləm sünnət olunması və onun adlandırılması. Sünnət olunmasında ixtilaf var. Bəzi alimlər deyiblər ki, Allah Rəsulü sünnət olunmuş şəkildə dünyaya gəlib. Yəni sünnət olunmayıb. O cür formada sünnət olunmuş bir şəkildə dünyaya gəlib və adını da babası Abdülmuttalib qoyub, Muhammed adını qoyub. Bəzi alimlər deyiblər ki, yox. Onu babası Abdülmuttalib sünnət edib və Muhammed adlandırıb. Bəzi alimlər deyiblər ki, yox. Allah Rəsulü sünnətli şəkildə dünyaya gəlib. Hər bir halda səhih bir isnad yoxdur. Bəzən səhih görsələr də, məsələn, sünnətli şəkildə doğulduğunu, hər bir halda hamısında ixtilaf var. Qəti olaraq bir şey demirik. Sonra keçək Peyğəmbər sallallahu əleyhi və səlləm adlarına.
Allah Rəsulunun adları çoxdur. Ən məşhur olan hansıdır? Hamısı Muhammed adıdır. Və Əhməd adı. Muhammed adı neçə yerdə keçir Quranda? 4 yerdə. Bir yerdə də Əhməd keçir. İndi oxuyacağım hansıları bilin, yadda saxlayın. Ayəni əzbərləməsəz də, amma yerlərini bilsəz yaxşıdır. Sabah kimsə danışsa, desə, faydasını verə bilərsən. Deməli, biri Saf surəsindədir. 4 yerdə Muhammed gəlir Quranda, bir yerdə Əhməd gəlir. Saf surəsindən gəlir ki, Allah Subhanahu taala buyurur, Saf surəsinin 6-cı ayəsində: "Və izqalə İsa ibn Məryəm" İsa əleyhissalam dedi: Ya bəni İsrail, inni Rasulullah ileykum musaddiqan lima beyne yadayye minət-Tevrat və mübəşşirən bi rasulin yəti min ba'dihi ismuhu Əhməd. Burada Əhməd adından başlayır birinci. Həqiqətən mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş, Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyən bir elçiyəm. Əhməd adlı peyğəmbərlə müjdələyən bir elçiyəm. Bu Əhməd adı. Saf surəsi 6-cı ayədə. Məhəmməd adı gəlir Əl-İmran surəsi 144-də. Əl-İmran 144-də. Və mə Muhammedun illə rasulun qad xalat min qablihi rusul. Məhəmməd bir rəsuldur, ondan qabaq rəsullar gəlmişdir. Görə Məhəmməd adı burada qeyd olundu. İkinci gəlir Məhəmməd adını. Birinci Əhməd idi, 4 dənə də Muhammeddir. O birisi Əhzab surəsi 40-cı ayədə Allah Taala buyurur ki: "Mə kana Muhammedun əbə əhədin min ricalikum." Məhəmməd sizə heç birinin atası deyil. Velakin Rasulullah və xatamən nəbi, lakin Allahın Rəsulü və peyğəmbərlərin sonuncusudur. Bu Əhzab surəsinin 40-cı ayəsi. Burada Muhammed keçir. Həmçinin Muhammed surəsi 2-ci ayədə: "Vəllezîne âmenû və amilu's-salihâti və âmenû bimâ nuzila alâ Muhammedin və huvel hakku min rabbikum. Kəffər anhum seyyiatihim və aslaha bələhum." Allah Taala buyurur ki, iman gətirib yaxşı işlər görənlərin öz Rəbbindən gerçək həqiqət kimi Muhammedə nazil edilənə inananların isə Allah günahlarından keçmiş və onların vəziyyətini yaxşılaşdırmışdır. Burada yenə Muhammed keçdi. Axırıncı Fəth surəsi 29-cu ayədə Allah Taala buyurur ki, Muhammedun Rasulullah. İndi ayəni oxumuram axırıncı ayədir. Muhammed Allahın Rəsuludur. Demək 4 yerdə nə keçdi? Muhammed bir yerdə nə keçdi? Əhməd keçdi. Bu Qurandan. Həmçinin sünnədə Peyğəmbər sallallahu əleyhi və səlləm bir çox adları gəlib. Allah Rəsulü buyurur ki, "İnnəli əsmə", mənim adlarım var. Mənim bəzi adlarım var. Deyir, "Ana Muhammed", mən Muhammedəm. "Və ana Əhməd", mən Əhmədəm. "Və anəl Mahi", mən Mahiyəm. Deyir, Mahi nə deməkdir? Mahi özü deyir. Mahi mənim nədir? Allah Taala küfrü yer üzərindən qaldırdı. Küfrü sildi. Məhv elədi. Mən Həşirəm. Yəni ki, özü hədisə deyir, "Ana və anəl Həşir", mən Həşirəm, "Əlləzi yuhşarun nasu ala qadami", insanlar məndən sonra mənim ardımca həşr olunacaqlar. Və sonra deyir ki, "Və anəl Aqib", mən Aqibəm. Aqib nə deməkdir? Ravi Əz-Zuhri rahimehullah deyir ki, "Əl-Aqib o kəsdir ki, ondan sonra heç bir peyğəmbər gəlməyəcək." Və beləcə bir çox adları var. Nəbi Rəhmə, rəhmət peyğəmbəri və s. Deməli bu hədislər İmam Müslimdə keçir, həmçinin İmam Buxarıda və s. gətirilir bunlar. Deməli bu hansı ad Allah Rəsulunun bəzi adları idi. Yəni bəzi adları əl-qərəz bunlar bilmək insan kifayət edir. Muhammed, Əhməd, sonra Həşir. Həşir nədir? Yəni insanlar məndən sonra həşr olunacaqlar. Aqib. Aqib nədir? Yox. Ondan sonra peyğəmbər gəlməyəcək. Mahi. Allah mənim nədir? Küfrü aradan qaldırdı, sildi. Sonra Əhmədi bildiniz və Muhammedi də bildiniz. Və Nəbi-i Rəhmən, rəhmət peyğəmbəri və s. Bu adı və sünnət olması barədə. Daha sonra Peyğəmbər sallallahu aleyhi və səlləmin yetim böyüməsi, babası və əmisi onu himayə etməsi. Mənə bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləm yetim böyüyüb. Anası, yəni tarixdə gəlir Allah Rəsulunun, siralarda, tarix kitabına gəlir Allah Rəsulunun yetimçiliyi haqqında. Allah Rəsulü atası nə vaxt itirir, Abdullahı nə vaxt itirir? Orada bəzi ixtilaflar var. Səhih görüşü odur ki, anasının bətnində olanda Abdullah dünyasını dəyişir. 25 yaşında. İndi bəzi alimlər deyiblər ki, beşikdə olanda dünyasını dəyişir. Bəzi alimlər buyurublar ki, Allah Rəsulü 18, daha doğrusu 28 aylığında olanda dünyasını dəyişir. Bəzi deyiblər ki, yəni müxtəlif rəylər var, beşikdə, bətnində, anasının bətnində. Səhih görüş hansıdır? Anasının bətnində olanda, Allah Rəsulü anasının bətnində olanda atası Abdullah dünyasını dəyişir. Allah Rəsulü atası Abdullah, onunla bağlı bir maraqlı qissa var. Deməli, Abdülmuttalibin oğlu olmurdu. Babası Abdülmuttalibin oğlu olmurdu və nəzir edir ki, mənim 10 dənə oğlum olsa 10-cunu qurban kəsəcəm. Və elə olur ki, 10 dənə dalbadal oğlu gəlir, 10-cu olur Abdullah.
Özü, yəni atası da, indi Abdullahın qissəsindən danışıram. Muhammed Peyğəmbər sallallahu əleyhi və səlləm atası Abdullahın qissəsini. Axırıncı gəlir Abdullah gəlir və Abdülmuttalib bu Abdullahı çox sevir. Ona qarşı rəhmətli, şəfqətli məhəbbəti bəsdir ona. Yəni cəmaət də çox sevərdi Abdullahı. Bu artıq nəzir eləyib. Artıq kəsməlidir. Nə eləsin? Ağır gəlir axı indi bu oğlu sevir. Sevdiyi, ən çox sevdiyi oğlanlarından da övladıdır, 10-cu oğludur. İndi bunu kəsə bilmir. Qurban kəsə bilmir. Allahın nəzəri ki, qurban kəsəcəm. Nə edir? Deyir 100 dənə dəvə gətirir. 100 dənə dəvə ilə oğlu Abdullah arasında püşk atır. Hansı düşsə onu qurban kəsəcəm. Və Allah da istəyir ki, püşk düşür kimə? Dəvələrə, 100 dəvə. Deməli 100 dənə dəvəni kəsir oğlu Abdullah xilas olur və onun belindən də Peyğəmbər sallallahu əleyhi və səlləm gəlir. Yəni Allah təala hazırlayıb. Məsələ aydındır. Ona görə o qissə ilə bağlı, Abdullahla bağlı məşhur belə qissədir. Dediyimiz kimi Abdullah 25 yaşında dünyasını dəyişir və Peyğəmbər sallallahu əleyhi və səlləm anasının bətnində idi o zaman. Yəni məşhur olan budur. Peyğəmbər sallallahu əleyhi və səlləm yetim böyüyüb. Və yetimçiliyin də ən şiddətli olan yetimçilik hansıdır? Ümumiyyət ata qayğısı görməmək. Yetimlər çoxdur. Yetim kimə deyilir? Həddi buluğa çatmamış, atasını itirən. Lakin Allah Rəsulü ümumiyyət ata qayğısı görmür. Yəni yetimlər arasında ən şiddətli yetimçilik Allah Rəsulündə olub. Sallallahu aleyhi və səlləm. Ata qayğısı görməyib. Deməli, atası dünyasını dəyişəndən sonra kimin himayəsindən keçir? Anası Əminənin. Əminə də dünyasını dəyişəndən sonra babası Abdülmuttalibin himayəsindən keçir. Anası nə vaxt dünyasını dəyişir? Anası deməli Məkkədən Mədniyə qaydanda dünyasını dəyişir. Məkkədən Mədniyə qaydanda anası Əminə dünyasını dəyişir. Peyğəmbər sallallahu aleyhi və səlləm o zaman 6 yaşı var idi. Atası harada dünyasını dəyişir? O da Mədinədə, dayılarının yanında olanda. Abdülmuttalib Abdullahı göndərir ki, get xurma al. Yəni belə başa düşüb xurma ticarətinə görə Mədniyə göndərir. Orada xəstələrin dünyasını dəyişir. Allah Rəsulü anasının bətnində idi. Anası da yenə Mədinədən qaydanda, o dayılarının yanından qaydanda, Allah Rəsulunun ata tərəfdən, yəni Abdülmuttalibin dayılarının yanından qaydanda, anası yolda xəstələnir, Məkkədə Mədniyə qayıdır, Əl-Əbva deyilən bir kənddə dünyasını dəyişir. O zaman Allah Rəsulunda 6 yaşı var idi. Sonra beləcə keçir babası himayəsinə. Babası da Abdülmuttalib babası çox sevirdi və onu həmçinin Allah Rəsuluna kim baxırdı o zaman? Ümmü Eymən baxırdı. Yəni xadiməsi idi, Peyğəmbər sallallahu əleyhi və səlləm baxırdı anası dünyasında dəyişəndən sonra Abdülmuttalibin himayəsi olduğu halda da. Və Abdülmuttalib də Peyğəmbər sallallahu əleyhi və səlləm ölənə qədər ona çox böyük qayğı göstərdi. Çox sevirdi o uşağı. Nəvəsi idi, ən çox sevdiyi nəvələrindən biri idi. Və 8 yaş olanda Allah Rəsulü babası Abdülmuttalib dünyasını dəyişir. Çox baba qayğısı da görmür. Və ondan sonra babası da tövsiyə edir ki, oğlum Abu Talib, yəni əmisi Abu Talib Peyğəmbər sallallahu əleyhi və səlləmə baxsın. Və bana bir hadisə baş verir babasının himayəsi olduğu zaman. Deyir, bir gün deyir babası Peyğəmbər sallallahu əleyhi və səlləm göndərir, get itmiş bir dənə dəvə var. Onu tap gətir. Peyğəmbər sallallahu əleyhi və səlləm o itmiş dəvəni axtarmağa gedəndə nəsə gecikir. Və Abdülmuttalib çox həyəcanlanır. Çox qorxur ona görə ki, niyyətlə başına bir iş gəlib. Sonra gələndən sonra bir daha Allah Rəsulunu heç yerə göndərmir. Heç yerə. Öz yanından uzaqlaşdırmır və ona çoxlu qayğı göstərir. Və həmçinin heç kəsi də ona yana buraxmazdı. O yatanda heç kəsi onun yanına buraxmırdı. O cür o nəvəsini çox sevirdi. Və onun xüsusi oturacaq yeri var idi. Orada heç kəs otuzdurmazdı ancaq Muhammed sallallahu əleyhi və səlləmdən başqa. O çox nəvəsini sevirdi. Kəbənin böyründə bir dənə oturacaq, uzanmağa, dincəlməyə yeri var idi. O yerdə özü və oğlanları bir də nəvəsi Muhammed oturardı. Heç kəs orada oturmağa qoymazdı. Öz yerində də nəvəsi Muhammedlə oturardı. Yəni o cür belə nəvəsini sevirdi. Və o da dünyasını dəyişən olsa Abu Talib keçir onun himayədarı olur. Ta Peyğəmbər sallallahu əleyhi və səlləm deməli Məkkəyə hicrətdən 3 il qabaq onda dünyasını dəyişir. Yəni hicrətdən 3 il qabaq Abu Talib dünyasını dəyişir. O günə qədər Peyğəmbər sallallahu əleyhi və səlləm güclü xidmət göstərir, qayğı göstərir, onu hər şeylərdən müdafiə edir və deyir, o da deyir, onu çox sevərdi deyir. Peyğəmbər sallallahu əleyhi və səlləm o yanında yatmayınca o da yatmazdı heç vaxt. Yanında yatmayınca heç vaxt Allah Rəsulü yanında yatmayınca yatmazdı və deyir ki, harasa gedəndə onunla bir yerdə gedərdi, yanında aparardı harasa gedəndə və həmçinin gətirir ki, onun xüsusilə qayğı göstərir, yemək yeməkdə belə. Yemək məsələsində xüsusi qayğısı var idi. Yəni onun xüsusi yeməklər seçərdi ki, ancaq bunu Muhammed yesin. O öz qardaşı oğlunu çox sevərdi və yeyəndə də ancaq onun yanında yerdi. Öz qardaşı oğlu ilə yerdi. O cür böyük qayğı göstərib sevərdi.
Və da Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkəyə hicrət etməmişdən 3 il qabaq Abu Talib də dünyasını dəyişir. Deməli gördüm Peyğəmbər sallallahu aleyhi və səlləm həyatı, yəni uşaqlıq, cavanlıq həyatı görsə amma belə keçir, yetimçiliklə. Lakin burada da faydalar var. Hikmət var. Birinci, faydalardan biri odur ki, deməli Allah Taala istədi ki, Peyğəmbəri, Rəsulu, sevimli qulu belə yetim böyüsün. Ata, baba, yaxınlıq, yəni bu cür qayğıdan uzaq qalır. Allahın təbii istəyin olur. Və anası görsən, bəhtində olan, anasının bəhtində onda atasının ata qayğısı görmür. Sonra bir müddət keçir, anasını da çox görmür zaten. Çünki o vaxt ərəblərdə belə bir şey var idi. Öz övladlarını bədəvilərin yanına göndərərdi. Yəni şəhərdən qırağa. Çünki o havada böyüsünlər deyənə, özləri üçün yaxşı idarə edə bilsinlər, güclü qüvvətli olsunlar. Həmçinin ərəb dilini danışanda da çaşmasınlar. Dil təmiz o ərəb dilində danışırlar. Yəni müəyyən səbəblərə görə həmişə ərəblərdə xüsusiyyət var. Öz övladlarını körpəlikdən göndərərdilər bədəvilərlə yaşasınlar. Düz əməl ana qayğısı görmədi. Anası 4 yaşında anası yanına qaytarılır, 2 il anasının yanında olur, dünyasını dəyişir. 8 yaşında babası dünyasını dəyişir. Yəni baba da ata əvəzidir də. Yəni körpəliyində elə çox ata, baba, ana qayğısı görmür. Burada hikmət nədir? Hikmətlərdən biri yəni odur ki, düşmənləri sabah dil uzatmasınlar. İslamın, Peyğəmbərin düşməni sabah dil uzatmasınlar ki, onun atası, babası yetişdirib bunu bu cür eləyib ki, sabah sən başda bax bu cür rəhbərlik, öndərlik iddiasında ol. Ata babasının sifarişi ilə, göstərişi ilə, aydındır, tərbiyəsi ilə, yəni hazırlaşdırırlar ki, bunu ata babası gələcəkdə bu belə bir iddiada olsunlar. Artıq ata babası qayğısı görməyən insanın belə bir iddiada ola bilərmi? Yox. Ona görə Allah Taala istəyib ki, öz peyğəmbəri bu belə yetim böyüsün. Həmçinin faydalarından yetimlər üçün təsəlli olsun deyə. Yəni ey atasını itirmiş yetim. Əgər sənin peyğəmbərin Allahın ən sevimli qulu yetim böyüyübsə, bu sənə təsəllidir. Ata qayğısı görməyib, sənə təsəllidir. Ana qayğısı görməyənlər üçün Allah Rəsulu təsəlli, sənin peyğəmbərin də belə böyüyüb. Yetim böyüyüb. Ata, ana qayğısı görməyib, bu yetimlər üçün təsəllidir. Görürsən, Allah Taala sanki öz peyğəmbərini hazırlayıb hər şeyə. Allahdan istəyirəm ki, Allah Taala bizim bu dərsimizi davam etdirəsin, faydalı eləsin. Allah Subhanahu taala bizi peyğəmbər sallallahu aleyhi və səlləmin həyatından ibrət alan qullardan eləsin. İnşallah dərsimiz olacaq Allahın izni. İnşallah Ramazanda da keçəcək. Zaten həftədə bir dəfə olan dərsdir. Ramazanda saxlamarıq. Elə bir minvalla gedərik inşallah. Allah Taala xeyirli, bərəkətli etsin, faydalı eləsin. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illə ente, estəğfiruka və etûbu ileyk.